hörmətli dinləyicilər. Bugün mən daha bir xəstəni ki, hansı xəstəni ki, biz yenə əməliyyatdan qurtardıq, onun böyrək daşını saldıq ki, bütün böyrək daşları mən eksponat kimi yığıb saxlayıram. Deməli, bu daşları, bunu mən başqa xəstələrdən yığdığım öd daşı idi, gördüyünüz kimi. Bu bizim böyrək daşlarımızda, hansı ki, Aləmzar xaladan düşən daşı da bura qoymuşdum. Baxın, bilsinlər ki, mən bəzilərini ayrı-ayrı saxlayıram. Bunu Əsəd əminin böyrəyindən salmışdıq. Mənə zəng çaldılar, mən Bakı şəhərində oldum bu həftə. Həm işlərimlə əlaqədar, həm mənim dərslik kitabım çıxdı, həm müəllifi olduğum Tiradologiya və İncəsənət adlı tibb universiteti tələbələr üçün dərs vəsaitimiz çapdan çıxdı. Bu bütün dünyada tədris olunacaq. İngiltərə, Fransa, Almaniya, Azərbaycan 3 dildə çıxıb dönə-dönə deyirəm. Bir də gördüm ki, bizim klinikadan bir də zəhmət olmasa qızım gəl çəkkinə yaxınlaşdılar ki, mənə yazıb bax, salam doktor, sizin pasiyent olan Aləmzarın daşı düşüb, şəklini atıb sizə də dedim deyək xəbəriniz olsun. Bax, bu daşların şəklini atmışdı mənə. Həmən daşları indi mən sizə göstərirəm. Həmən daşları mən sizə göstərirəm. Bax, həmən daşlar bunlardır. Bax, bu daşlardır. Görürsünüz, bu eyni daşdır, sadəcə qırılıbdır. Bölünüb düşüb. O bizim sayəmizdə, bizim təcrübəmiz sayəsində biz onu böldük, saldıq. Əslində biz bunu ölçəndə 8 mm ölçmüşdük. Amma bu 10 mm-dir. Yəni 1 cm-ə qədər daşdır.